Allah məhəbbəti. Mən hardan bilim ki, Allah'ı həqiqətən sevirəm və Allah da məni sevir. Bunun da bir yolu varmı, meyarı varmı? Bəli, bunun meyarı Qurandadır. Allah bir ayədə buyurur ki, qul, de ya Resulallah, de. İnsanlara de bilsinlər. İn kuntum tuhibbunallah. Əgər siz Allah'ı sevirsinizsə, fəttəbi'uni, mənə tabi olun. Mənim ardımca gedin. Deməli, bizim Allah'a olan sevgimizin təsdiqi Resulullah'ın ardınca getməkdir. Bu aşkar ayə ola, necə olur? Bəziləri deyir ki, mən hədis qəbul eləmirəm, Peyğəmbərin sözünü qəbul eləmirəm, Quran mənə bəsdir. Necə olur bu? Nə qədər Qurandan uzaq olmalısan ki, bu iddianı eləməlisən. Və bu ayə neyniyə, bu Quran ayəsi? O qədər aşkar da ayədir. Belə qəliz də deyir ki, deyim ki, bu biri desin ki, bu sən batini təfsir elədin. Yox, hərfi tərcümə eləmişəm, nə batini təfsir? Heç təfsir də eləməmişəm. Hərfi tərcümə eləmişəm siz üçün. Qul, de ya Resulallah. İn kuntum tuhibbunallah. Əgər siz Allah'ı sevirsinizsə, fəttəbi'uni, mənə tabi olun. Resulullah'a, danışan Resulullah'dır. Allah demir, de onlara, əgər Allah'ı sevirsinizsə, Allah'a tabi. Onda deyərdi, Allah'a tabi olun. Deyir, mənə, sən de onlara ki, mənə, sənə tabi. Deməli, Peyğəmbər salavatullah aleyhi və alihin sözünə, əməlinə tabi olmaq, onun ardınca getmək Allah məhəbbətinin meyarı odur. Nə üçün Allah məhəbbətinin meyarı odur? Qəşən bir söz var, ərəb dilində gözəl çıxır, deyir, hubbu, habibil məhbubi, kəmalul hubb. Deyir, sevgilinin, sevdiyin sevmək, sevginin ən gözəlidir. Nə demək oldu? Biraz qəliz oldu, ha? Yaxşı, sevgilin, bir nəfəri sevirsən, o sənin sevdiyindən nələrisə sevir, kimlərisə sevir. Sən sevdiyinə görə onun sevdiklərini də sevirsən. Bunda olur sənin sevgin kamil. Yoxsa mən onu sevirəm, ancaq onun sevdiyini sevmirəm. Onda yox, onda kamil olmaz. Heç vaxt olmaz. Həzrəti Resulullah sallallahu aleyhi və alihi və səlləm 10 il Həzrəti Xədicədən sonra yaşadı. 10-11 il. Həzrəti Xədicədən sonra yaşadı. 11 il. Həmən bu 11 il Xədicədən sonraki yaşadı, hər dəfə, indi ildə bir dəfə də olardı, 10 dəfə də olardı, 100 dəfə, onu da tarix yazmır. Hər dəfə qurban kəsəndə, o qurbanlıqdan bir hissə ayırardı, verərdi, deyərdi ki, bunu apar, xanım Xədicənin rəfiqələrinə verginən. Deyərdilər, niyə ya Rasulallah olar? Deyərdi, çünki Xədicə onları çox sevirdi. Xədicənin onlara məhəbbəti vardı. İclalən li Xədicə. Xədicə xanımın ehtiramına onların rəfiqələrini də yad eləyərdi Həzrəti Resulullah. Sevdiyin, sevdiklərinə ehtiram. Və Allah'ı sevirsənsə, bir dənə də əlamət deyim sizə, Hüseyni sevməlisən. Çünki Allah'ın sevdiyidir Hüseyin. Ola bilməz ki, sən Allah'ı sevəsən, ancaq Məhəmməd və Ali Məhəmməd üçün ürəyin yanmaya, qəlbin yanmaya. Onun bütün sevdiklərini də sevirsən. Və İmam Hüseyin əleyhissalam Allah'ın sevdiklərindəndir. Əhabballahu mən əhabbə Hüseyna. Hədisdə varid olub ki, Allah Hüseyni sevəni sevir. Allah Hüseyni sevəni sevir. İmam Hüseyin əleyhissalama elə bütün o Kərbəlada onunla qalanlar onun aşiqləridir. Ona məhəbbəti olanlardır. Hətta bəzən ora gəlməyən var, amma o da İmam Hüseynin aşiqidir.